Sel körpünü uçurub, sakinlər çarəsiz qalıb. İntensiv yağışlar səbəbindən İsmayıl rayonunun Cülyan kəndinin ərazisindən keçən Cülyan çayının üzərindəki körpünü sel suları dağıdaraq yararsız vəziyyətə salıb. Hazırda 50-yə yaxın ailənin rayona gediş-gəlişi kəsilib. Köprü var idi, yüngüllər, dağıldı getdi, uçdu getdi. 60-70 dənə ev var çayın özündə. Yolumuz, irimiz yox, körpümüz yox, heç nəyimiz yox. Burada bizim yurdumuza da bir köprü qoysun, dövlət tərəfindən. Bizim imkanımız yoxdur. Uşaqlar məktəbə etmirlər. Belə qalmışam. Çayın bir sahilindən digərinə keçə bilmək üçün sakinlər əl üsulu ilə taxta körpü salıblar. Ancaq taxta körpü ilə keçid riskli olduğundan hər an xoşagəlməz hadisə yaşana bilər. Evdə yaşayan ailələrin bir 10 nəfərinin, 12 nəfərinin övladı Cülyan kənd orta məktəbində təhsil alırlar. Bugün o çayın suyun çox olması nəticəsində, körpünün dağılması nəticəsində həmən şagirdlər məktəbə geyib gələ bilmirlər. Çayın üstündən biz körpü deyək, Nərdiyandan körpü düzəldib qoymuşuq. Hansı ki o da çox bərbad vəziyyətdədir, təhlükəlidir. Sakinlər deyirlər ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət ediblər. Problemlə bağlı yaxın vaxtlarda tədbir görüləcəyi bildirilib. Maşınların, piyadaların keçici üçün istifadə olan körpünü sel qismən dağıtmış, yararsız vəziyyətə salmışdır. Əhalinin, cəmaatın gediş-gəlişi çətinləşibdir. Əlbəttə, sakinlər müraciət ediblər. Bu çatışmazlığın aradan qaldırılması üçün imkanlar səfərbər olunacaq. O da qeyd edilib ki, körpünün istifadəyə yararlı vəziyyətə gətirilməsi yaxın vaxtlarda mümkün olacaq. Rafiq Əsənov, Kənan Qafar, Xəzər xəbər.